değil mi? Buğulamamızı. Deyən də kanala abunə olun, videonu da like eləyin. Ben de onu dedim de. Sən uzadırsan hə deyən. Nazilə baxan bu qızdır, yandırıb yaxan bu qızdır. Məzun kimi dəli edir, evimi yıxan bu qızdır. Nazilə baxan bu qızdır, yandırıb yaxan bu qızdır. Məzun kimi dəli edir, evimi yıxan bu qızdır. Koy gelmiyor. Önce bu yüzden demişim ki yani koy başımdan papağımı çıkardım. Beni papağımı çıkarttım söylüyor. Ama cidden yok ama hava geçen gün Murat. Ağzına bağlısı demişim ki ay bana içimsel ağzı danışığım bir. Bilip gelir de sen ne söhbet ediyorsun? Alo, asam kanağa rohelim. Az bilmirsən ki, o için fəri gör, dindirməsin. Az onu danışdırmaz, az içib daha o, piyandım satırım. Özüm bu satlarım, araq rumkasını olsun. Ne var bizim onun içine ne? Ne? Ay sen lan şimdi, sen de benim olmak için, senin kaldırgan için, o da sen de görmağın için, işte. İşte, kamsamet oldu, işte, ben ne oldu? Ne kudurdu, ha? Herkes sağlayacak. Yollamışan da gelip gelirle sohbet edeceğim. Bana söylesen şimdi anak için yerine de bilir. Hər şeyə başa düşdünüz? Hə? Keçir indi əsas məsələyə. Deməli bu balanazdır, nərbaladır. Bunları burada mən görmüyorum. Şirkətə gəldilər, onları qapıdan içəri buraxmırsınız. Bildiniz? Qədir mənim necə buraxmayam? Nərbala gəlib deyir ki, qudavuzdur. Balanaz da gəlib deyir ki, ən sevimli kürəkənizdir. Biz də məcbur olub buraxırıq. Ha, qələt edin mənim sevimli kürəkənimdir. Qələt edin. Gəldi bura, bir bəhanə tapın. Nə bilim, dent dezinfeksiya edirəm. Mənim şirkətə dezinfeksiya olunur. Nə bilim, oğurluq hadisəsi baş verib, it gətirmişik, iylətdiririk. Nə bilim, belə bir sözünü tapın, rədd edin olaraq. Onları mən burada görmüyorum. Misal üçün, keçən dəfə Nərbala gəlib qapının təpiklə vurub, deyir ki, ən böyüyümüz yoxdur burada, kimdir böyüyümüz? Bir-iki dənədən alayıq sözdür. Nə layıq? Nərbala təpik vurur, mənim qapımı. Hə, mən bir dənə qapımı satsam, 10 dənə Nərbala alaram, hə? Bu nə də, mənim günümə bax, hə? Qədir müəllim, bir də Balanaz sizin təzə evin ünvanını soruşdu. Mən də dedim, ünvanınızı bir-iki dənədən alayıq sözlərdir. Mənim? Hə, bu nə də, onun ünvanında yandıraram, hə? Onun mətbəxində yandıraram. Asaram onu, duşdan asaram, hə? Mənim ağzım açılır. Bu nə də? Nədir bu? Qədir mənim kürəkəniz yanınıza gəlmək istəyir, dedim ki, iclasdadır. Ha, qələt edin o məyyama gəl. Sənin boynu var ya tullanıb, hə o? Bilmirəm, Qədir mənim, gör məni boğmaq istəyir. Hə, qarışqa nə vaxtdan fili boğa bilər, hə? Sən nə danışırsan, hə? Hə, bu nə də, bu küçük. Ha, boynumu silkələ, hə? Silkələ bit-birə düşsün də yerə. Nə bilim, Qədir mənim, içkilidir deyə baş başlamaq istəyir. İçkilidir. Hə, bu özü arağın zakskası boyunda olan adam da. Hə, bildir ki, yumurtacı. Düş aşağı, hə? Sən mənim şotuma pulları cəmaatın boynuna minirsən, hə? Ay, Qədir. Qudurmusan sən? Qədir, mən sənin kürəkəninəm. Bu kimdir ki, mənə deyir ki, Qədir müəllim iclasdadır? Hıy! Ha, bu mənim axıranamdır. Demişəm səni bura buraxmasın. Mən sizin atanızı söymərəm, çünki sizin atanız kişi adamı olubdur. Deməli, məni söyərsən, hə? Yox, səni də söyməyəcəm. Səni söysəm, mənim söyüşüm sənin üçün tərif olar. Bu nə də, keçən dəfə gedib işçilərə deyirsən ki, balanaza pul verirəm, pul da gəlib cəmaatın yanında tanışırsan. Ayıbdır cəmaatın içində.